Hər vaxtınız xeyir. Mən ginekoloq Rəşad Sultan. YouTube kanalımla sizin görüşünüzə gəlmişəm. Siz də kanalımıza abunə olun, suallarınızı bizə yönləndirin. Biz də sizi maraqlandıran suallara cavab verək. Çox qəribə bir paradoks var. Bir tərəfdə ciddi hamiləlik patologiyaları var. Biz bu barədə sizə məlumat verməyə çalışırıq. Əlbəttə ki, onlarla məşğul olmaq bizim işimizdir. Amma o sahədə də hansı halda mütləq həkimə müraciət etmək lazımdır, o barədə də bilgiləndirməyə çalışırıq. Digər tərəfdə də sizin yönləndirdiyiniz suallar var. Hansı ki, düzü bir həkim kimi bizim ağlımıza gəlmir. Amma ki, çox xoş olur bunları eşitmək. Çünki onlar da o suallar da sizi narahat edir. Bunlardan biri də hamiləlikdə türkü çarələrdən istifadə etməkdir. Eyni zamanda banka qoymaq, qan aldırmaq və s. müalicə vasitələridir. Ümumiyyətlə, müasir tibbdə bir həkim kimi, bir ginekoloq kimi, yox bir həkim kimi onu qeyd edim ki, müasir tibbdə banka qoymaq və ya qan alma kimi və digər türkü çarələrdən istifadə olunmur. Daha doğrusu hansısa bir təbii metodlardan istifadə olunur. Təbii və fiziki metodlarla müalicə sahəsi deyilən bir sahə var tibbdə, fizioterapiya. Ona görə də biz təbii metodları tamamilə kənara qoymuruq həkim olaraq, tibb elmi olaraq. Amma hər bir müalicə metodunu əsaslandırılmalıdır. Bu, sırf banka qoymaq və qan almaq haqqında. Hamiləlikdə isə xüsusilə bu tip fizioterapevtik proseduralar məsləhət görülmür. Etiraf edim ki, sırf hamiləliyə ziyanına dair hansısa konkret elmi məlumat və mexanizm yoxdur əlimizdə. Amma yenə də ümumi olaraq qeyd edim ki, hamiləlikdə banka qoymaq, qan aldırmaq, digər məsəl üçün yayındırıcı müalicələr, hətta tibb elminin istifadə etdiyi yayındırıcı müalicələr, fizioterapevtik müdaxilələr məsləhət görülmür. Hamiləlikdə fizioterapiyanın və müalicə bədən tərbiyəsinin yeri yoxdur mənası daşımır bu. Çünki hamiləlikdə özünə məxsus xəstəlikləri vardır, dayaq hərəkət sistemini ilgiləndirən. Bunlar bel ağrısıdır, karpal tunel sindromudur. Yəni sinir ağrıları hamiləlikdə də çox rast gəlinir. Amma və belə hallarda biz xəstəni fizioterapiyaya yönləndiririk. Amma nə olursa olsun, yenə də həkimə müraciət etmək, mütəxəssisə müraciət etmək lazımdır və sözümün axırında da onu qeyd edim ki, hamilələrdə banka qoymaq, qan aldırmaq məsləhət deyildir. Bu sualları eşitmək bizə çox xoşdur. YouTube kanalımıza abunə olduğunuzu görmək bizə çox xoşdur. Çünki bizim üçün daha asan olur mövzu seçmək və sizinlə görüşə gəlmək. Bizi izləməyə davam edin. Hələlik isə sağ olun, sağlıqla qalın.